Peyğəmbərə və habelə onun gözəl pak əhli beytinə. Axşamınız xeyir olsun, əziz tamaşaçılarımız, hər birinizi salamlayırıq. Həmişə olduğu kimi bugün də Mərifət çeşməsi verilişinin növbəti buraxılışını izləyirsiniz. Azər Quliyevin təqdimatında bugün verilişimizə dəvət etdiyimiz əziz ustad Cənab Hüccətül İslam vəl Müslimin Ustad Məhəmməd Baqir Sayıvərdir. Bildiyiniz kimi biz əziz ustadla müzakirə edəcəyimiz və elədiyimiz mövzu Quranda gələn məsələlər və misallar haqqındadır. Yenə də bugünkü verilişi izləyin, bizlərə baxın, ürək təəssüratlarınızı, suallarınızı bizlə bölüşün. Verilişimiz canlı olaraq hal-hazırda yayındadır. Mərifət çeşməsi verilişinə baxmaq istəyən əzizlərimizə elə indi bu dəqiqə Facebooka, YouTube'da və Instagrama baxmağa dəvət eləyirik. Ustad, siz də salamlayırıq, axşamınız xeyir olsun, çox xoş gəlmişsiniz. Aleykümselam və rəhmətullah. Mən də əziz tamaşaçılara, siz hörmətli zənəbə salam ərz edirəm. Bəli, Ustad, ötən verilişdə də Quranda adı çəkilən məsələlərdən biri haqqında söhbət elədi. Buyurun, yenə sözü sizə verir. Bismillahirrahmanirrahim və bihi nəstəin. Və la yəqtəb bə'zukum bə'za. Əyuhibbu əhadukum ən yəkulə ləhmə əxiyhi meytən fəkərihtumuh. Kur'an'ın uslublarından biri məsəl vurmaqdır. Və bu çoxlu sahələrə, demək olar elə tamam sahələrə, çünki Quran özü buyurur, biz hər anlayışa bir məsəl vurmuşuq. Yəni Quranın uslublarından biri budur ki, insanları buna görə ki, məsələni aydınlaşdırsın, misalla sadələşdirir və aydınlaşdırır. Ona görə möminə məsəl vurur, münafiqə məsəl vurur, sədəqəyə məsəl vurur, küfrə məsəl vurur, təkəbbürə məsəl vurur, hərəsinə məsəl vurur. İstər etiqadi bəhs ola, əqidə bəhs ola, istər əxlaq bəhs ola, istər başqa sahə bəhslər ola, Quran onlara misal vurur. O cümlədən Quran Hucurat surəsində qeybət eləməğa bir dana məsəl vurubdur. O da məsələ budur ki, əvvəl buyurur, qeybət etməsin bəziniz bəzizdən. Sevir bir şey sevərsiniz ki, qardaşınızın ölü ətin yəsiz, fəkər etdiniz, sizə acığınız gələr. Burada qeybət eləməyə Allah məsəl vurur, qardaşın ölü əti yeməyə. Nə təkcə ət yeməyə, qardaşın özü də ölən ləhzə, öləndən sonra. Bu ayəni mən istəyəm əvvəldən mənə deyim, ta Allah Mutal nəsr buyursun. Bu ayə 12-ci ayə Hucurat surəsindədir. Əvvələn buyurur ki, ya eyyəhəlləzinə amənu, möminlərə xitab edir. Deyir, imanın laziməsi həyatda budur. İmanın insanlarda gerçəkliği budur. İnsan fəqət iddia ilə mömin olmaz. İstəsə mömin olsun, bunlar da riayət edir. Ya eyyəhəlləzinə amənu, ey onlar ki, iman gətirmişsiniz. İctənibu kəsirən minəzzən. Çoxlu gümanlardan uzaqlaşın. Bəd-güman olmayın. Pis gümana qatılmayın. Qara açqı taxmayın. İnnə bəzə zənni ismun. Bu gümanların bəzisi günahdır, qətən günahdır. İnsan bir nəfəri görür ki, məsələn, oruçluqda qəza yiyir, tam yiyir, gününü artacaq. Tez qəzavət eləməməli. Tez qərar çıxartmamalıdır ki, bu günah edir. Mümkündür, xəstədir. Ona görə çörək yiyir. Və sair misallar, insan bir yerə məclisə görür, gülür hamı. Bu girəndə özdə başlayırlar gülmə. Bunun mənası bu da ki, buna görə güldülər. Mümkündür bir anekdot, lətifə deyirdilər, bu girənə təsadüf elədi. Buna aid deyildi, o anekdota aid idi. Çoxlu, variantlı yozmalar var bir məsələdə, hadisədə. Biz bəzən gəlluq, mənfiyə yozarıq. İnsan bəzən o qədər tənəzzül elər,
milçək formasında yaşayır. Həmişə bir bağda qonar zibilliğa. Bəli. Bağın gülü var, çiçəyi var, yarpağı vardı, çoxlu pak, təravətli yerləri var. Gələr qonar o kəsafətə, Zibilliyə, bəli. zibilliyə. Deyir, özür olmayın. Başqa variant da var da bu məsələyə. Biri səni qonaq çağırmayıbdır. Bu mənası bu da səni saymayıbdır. Mümkün istəmir, sən orada bir ayrı adamdan üzbəyiz olasan. Bir nəfərindən ixtilafın var, orada məclis dəyməsin bir-birinə. Sənin də hörməti qorulsun, onun da hörməti qorulsun. Niyə pisə yozuruq həmişə? Çox gözəl. Hadisələrdə insan eləyə bilsə yozsun, müminin 70 yozma olsa da yozsun. Yozsun, yaxşıya yozsun. Yaxşıya yozsun. Bir hədis var, Nəhcü Bəlağədə də Əmirül-Müminin buyurur ki, öz qardaşının işin ec'əl əmrə əxic əla əhsəni vəçin. Ən gözəl formaya yozsun. Niyə nikbin baxmısan, niyə ürəyi açıq baxmısan, həmişə elə qaranlıqla baxsan, həmişə qara açqı ilə baxsan. Bu, birinci dəsturu budur. Deyir, bədgüman olma, pis gümanla yaşama. Çox gözəl. Ustad, elə burada bir dənə mən sizə sual vereyim. Bu ayədə buyurur ki, bəzi zənlərin bəziləri məsələn bədgüman olmayın. Yox, deyir, çoxundan uzaqlaşın. Çünki bəzisi günahdır. Yəni sən bu, məsələn, 100 dana bədgümanlığında 50'si günahdır, aydındır. Amma bilmirsən ki, hansıdır? Hansıdır? Sən mümkündür gümanın da gerçəyi ilə düz ola. Sən o ki, zehni və gəlib, mümkündür o düzdür. Amma araşdıranmısan ki, elə düzdür. Sən bu 90 dana gümanların içində 50 dana yalan günah eləyirsən. Günah eləyirsən axı, birinin abrısına aparırsan, birinə pis qərar çıxardırsan. Deyir, bu kifayətdir. İnsan başqa insanlarla davranışda qaraçqı taxsa, mümkün deyil, doğudan qərar əhliyib o. Çox gözəl. Burada bəzən ki, deyir, zənlərin bəziləri, belə bir məfhum alınır ki, bəziləri günahdır, yerində insan gərək bədgüman eləsin həmin şəxsə. Yox, o hələ yox. O bəzi o zənn ismun subutdur kəsirən minəz zənnə. Yəni, çoxlu gümanlardan qaçın, çünki bu çoxlu gümanların bəzisi günahdır. Deyir, çünki bəzisi 100% günahdır, ya hamısından, çoxluğundan qaçasınız. Məsələn, 90 dana güman olsa, 50'si günahdır. Niyə? Sən dediğin kimindəyi, biraz səbr eləsən, biraz araşdırsan, görsən, öcürdəyi. Bəli, bu kəsirən minəzzən siz deyən sözdür. Ki, burada bir sıra yerlərdə var, mümkündür bir cəmiyyətin təhlükəsi ona bağlıdır. O gərək qorula, onda bəli, bu da ki, hamıya nikbin baxasan. Çox gözəl, aydın. Bu birinci məsələ. İkinci məsələ budur ki, Allah buyurur ki, bəla təcəssəsu. Başqasının şəxsi işlərini maraqlanmayın. Əlbəttə, şəxsi iş iki nədir? Bir, müsbət şəxsi işlər var. Bəli. Ona ərəb dilində təhəssüs işlədərlər. Fətəhəssəsə. Bəli. Təcəssüs mənfi işlərdir. Təhəssüs müsbət işlərədir. Yəni, nöqtənin nöqtəsiz. Bəli. Təhəssüs budur ki, sən istəyirsən görsən kim dəyərli bir şairdir, şeirindən istifadə eləyəsən, dəyərli bir alimdir, elmindən istifadə eləyəsən, dəyərli bir həkimdir, onun təbabətindən istifadə eləyəsən. Bu da deyirlər təhəssüs. Ki, Quranda bu kəlmə işlənib. Təcəssüs də budur ki, birinin eybini axtarasan. Bəli. Şəxsi həyatına girəsən, maraqlanasan, ta ondan nüqsan və eyb görəsən. Deyir, və la təcəssəsu. İnsanların şəxsi həyatını girməyin ta eyb tapasız, nüqsan tapasız. Yaxşı bu ki, və la yəqtəb bəzukum bəzə. Bəzüz də bəzüsü qeybət eləməyin. Bu ayədə, əlbəttə bu qeybətə Allah misal vurur. O bizlərə misal vurmur, bu da misal vurur ki, qeybətin mənası budur. Yaxşı, bunlar 3 dana söz bir ayədə gəlib. Elə rəbti yoxdur, əlaqəsi yoxdur, öz-özünə gəlibdir. Allah elə 3 dana əxlaq qanunu deyibdir, bir-birinə əlaqədə olmadan. Hucurat surəsində. Hucurat surəsinin 12-ci ayət. Zahirdə belə də yox. Bunlar bir-birinə zəncirlə əlaqəsi var, səbəb-nəticə əlaqəsi var. İnsan bədgüman olsa, ikincinə düşər. Təcəssüs eləyər. Təcəssüs eləyər, şəxsi işlərə eybi tapsın 90-da. Vaxtı təcəssüs elədi, məsum deyirlər ki, insanlar.
onların eybilərini tapar, yavaş-yavaş qeybət eləyər. Bir-birindən zəncir var, bağlı. Zəncir var. Deyir, günahın kökündən gəz. Bədbin olma, niçbin ol, psixoloji cəhətdən insanlara niçbin ol, niçbin olsun, daha şəxsi həyatlarına yoxlamasan, maraqlanmasan, şəxs əlaqələrindən danışırıq ha, bu hakimiyyət əlaqələrindən danışmıyor. Mümkün də hakimiyyət bir sıra məsləhətlərə görə, təhlükəsizliyə görə araşdırır, o ayrı bəhsidir. Amma şəxs əlaqələrində bir-birinizin həyatınızı niyə araşdırırsınız? Eybi tapasınız. Və eybi tapandan sonra birinin abrısını apararsınız, qeybət eləyəsiniz. Bu, ayənin hələ məzmunu və əlaqəsi. Sonra qeybətə bir adam məsələ var. Deyir ki, qeybət üstü nədir? Əvvələn, ən pis bir xörəkdirsən, qida deyirsən. İnsan ən pis xörək budur ki, insan yiyə. Bir sıra insanlar var, aləmdə heyvan yiyirlər, amma heyvanatda məsələn, həlal-həramı diqqət eləmirlər. Elə qoyun da yiyirlər, donuz da yiyirlər, şəri hökmünən də kəsilsə ya kəsilmir. Bu bir nədir? Bəzi da vəhşilik vardır ki, insan yiyirlər. Bir sıra aləmdə bəziləri var, o qədər vəhşidirlər, insan yiyirlər. Bundan daha vəhşiliği budur ki, insan öz yaxınların yiyə, qardaşın yiyə. Bundan daha vəhşilik budur ki, öləndən sonra yiyə. Deyir, sizin qeybət eləmağınız bilənçidir. O rezqi ki, siz bundan orada bədəninizə gedir, bu ruhuzadır. Burada ruh məsələsini Allah oxşadır bədən məsələsinə. Bunların arasında olan əlaqə və sinxiyyət biraz. Sinxiyyət də budur ki, insan vaxtı birinin qeybət eləyir, əvvələn onu öldürür. Amma şəxsin öldürmür, onun şəxsiyyətini öldürür. Abrısın. Son möminlər də hamısı bir-birinə qardaşdır. Bunu əsən bundan əvvəl ayə Hucurat surəsində buyurur ki, innəməl mu'minunə ixvə, ayə onda. O əsasda deyir, sən başqa müminin qeybətini eləyəndə elə bir qardaşıvı öldürürsən. Və çün qeybət eysən, o özündən də müdafiə eləyənməz, axı çün dalınca danışsan. Dalınca danışsan, yəni ölübdür. Diridir, müdafiə eləyər özündən. Diridir, özündən bir o insanda bir sistem var ki, tez xəstəliğə qarşı, virusa qarşı özünü nə eləyə bilər? Müdafiə eləyə bilər. Amma ölü olsa da qutuldu. Deyir, beləncidir. Siz qeybət eləyəndə, çünki onun dalınca danışsınız axı. Hazır deyir burada indi. Hazır deyil, elə bir ölüdür. Bəli. Ölüdür, ona elə bir çeyniyisiz ətində, yiyisiz. Bu, sinxiyyəti də, cəhəti oxşatmağı da budur. Siz desin ki, şəxsiyyət öldürməyi da qeybətdə vardır. Elə bir insan qardaşının ətini öldürür və onu yiyir. Bundan bizi çəkindirir bu qeybətdən. Qeybətin məzmunu da budur ki, insan bir günahı bilə birindən, amma gizli ola. Heç kəs bilmiyor onu. Məhdud insanlar sirr olaraq bilir, qonşudu bilir, dostuydu bir zamandı bilir, şərikiydi bilir, bu təsadüfi qonaq getdi olara bilir, eybini, günahını. Buna aşkar eləyir. Aşkar eləyir. Bu gizlini aşkar eləyir. Bu qeybətin mənasıdır. Ona görə biz bəzən qeybət eləyirik, özümüz də bilmirik. Niyə? Deyirik, özündə də deyərəm də. Mən əslən özündə də deyərəm. Güya məsələn üzündə deyərəm, qeybətlikdən çıxar. Qeybət budur ki, gizli günahı aşkar edəsən. İstər üzündə deyəsən, istər üzündə deməyəsən. Üzündə desən, iki qət günahdır. Çünki həm qeybət oldu, aşkar oldu, həm onu əziyyət verdin. Bəzən deyir, gözümlə gördüm. Elə gözünlə görsən, olar qeybətdə. Gözünlə görməsən, bu qeybət olmaz, olar böhtan, olar töhmət. Biz bəzən qeybət eləyirik, bir paltar da cizdirik o qeybətə ki, güya məsələn qeybət eləmirik. Ya birini tərifləyirik, 15 daha tərifləyirik, sonra bir daha amma qoyuruq. Amma kaş bu sifətdə olmayaydı, kaş bu xasiyyətdə olmayaydı. Tez orada, o ortada onun gizli günahını aşkar eləyirik. Nə o tərif elə, nə bu gizli günahı abrısını apar. Bunlar hamısı qeybətdir, insan bəzən diqqət etmədən, qəflətə düşmədən, qəflətə düşür, qeybət edir.
ki Allah-u Mutal burada bizi çəkindirir, vurur və təqullah. Allaha təqvaz olsun. İnnallaha təvvabur rahim. Allah tövbələri qəbul eləyərək bu işdən tez tövbə eləyin. Rəhmətinə Allahın düşün. Tövbə eləmə söz hədislərdə var. İlk adam ki cəhənnəmə gedəcək, qeybət eləyəndir ki, tövbə eləməyibdir. Yəni Fironla gedəcəkdir. Bu buna oxşar insanlarla gedəcəkdir. İlk adam ki cəhənnəmə gedəcəkdir. Amma əgər tövbə eləyə, qeybət eləyən, axır adamdır behiştə gedəcək. Yəni da bu çün insan abrısı aparmaq günahı ayrı modeldir. İnsan bir budur ki özü ilə Allah arasında günah ediyor. Bir de budur ki o insanın abrısını aparır işte. Qeybət onun abrısını aparmaqdır. Erzul mu'min əfsəlu minəl Kəbə. Müminin abrısı Kəbədən üstündür. Çox gözəl. Ustad, bunlar üçü də bir yerdə, bunların üçünün də bir yerdə olmağı labüddür. Yəni o bədgüman olmamaq. Yox, bunlar ictimada baxın, insan vaxtı bir günaha düşür, onun kökləri var da. İstəyir Allah-u Teala desin ki, bu günahın kökləri budur da. Yəni insan bəzən köklərinə diqqət eləməz. Bəzən gedirsən həkimə, həkim sənin o kök xəstəliyi müalicə eləmir. Zahirdə xəstə müalicə oldun zahirdə, amma o kök hələ qaldı. Allah-u Teala desin ki, qeybətin bir kökü suizənnidir, bir kökü təcəssüsdür. Nəyə ki, ikisi də bir yerdə? Yox, mümkün də ayrı-ayrı da ola bilər, qeybəti ayrı modeldə ola. Amma burada desin ki, adətən cəmiyyətdə insan bədgüman olsa təcəssüsə düşər, təcəssüs eləsə qeybətə düşər. Çox gözəl ustad, Allah razı olsun, təşəkkürlər. Burada təqvanın mənası geniş mənada, yoxsa xüsusi mənadadır? Yəni təqva geniş mənadadır. Amma bu ayədə mənası budur ki, başqa insanların abrısına nisbət Allahdan qorxun. Burada təqva və təqullah, çünki bu abrı bəhsiləridir. Bu təqva bu sahələrdə olar. Bilirsiniz, təqva neçə növü vardır. Bəzən iqtisadi təqvadır. Necə yəni məsələn? Məsələn, insan bir şəxsə sənə əmanət veribdir, deyir əmanətini onun xiyanət eləmə və təqullah. Burada iqtisadi təqvadır. Ya sən bir yerdə əlində bir beytülmalın əmanəti var, deyir və təqullah. Ya bir şəxs sənə bir pul yanında var, ölüb gedibdir, vərəsəsinə verməyəsən və təqullah. Onlar iqtisadi təqvadır. Bir təqva da insanın özünün nəfsi təqvasıdır. Ki, şəhvətdən özünü qoruya, günahdan saxlaya. Bir təqva da insanların abrısını qorumaqdadır. Ki, burada da bunlar hərəsi sahələrdir ki, Allah-u Teala Quranda insanı dəvət edir. Təqva geniş mənadadır. İnsan, və lakin mümkündür insan bir sahədə tormuz olmuyor. Ona görə təqvanın dərəcələri var və sahələri var. Çox gözəl usta, təşəkkürlər. Hucurat surəsinin 12-ci ayəsindən çox gözəl məsəl vurduq. Ustad, bildiyim qədərlə bu surənin başqa bir adı da Ədəb və Əxlaq surəsi də bu surəyə deyirlər. Məzmunu da, yəni Hucurat üçün ayələr əksərən bu surədə 18 ayədə əxlaqi nöqtə nəzərdir və bu surəni biz təfsirində demişik, əgər əziz tamaşaçılar istəsələr, Hucurat surəsi vursalar, bizim familimizdə vursalar, bu təfsiri gələr. Təşəkkürlər ustad, minnətdarıq. Əziz dostlar, dəyərli həmvətənlərimiz, həmişə olduğu kimi qısa bir aradan sonra verilişimiz davam edəcək. Diqqətiniz bizdə olsun. Bəli, hörmətli tamaşaçılarımız, bir daha salamlayırıq sizləri. Axşamınız xeyir olsun deyirik. Mərifət çeşməsi verilişinin bugünkü dəyərli və əziz qonağı Cənab-ı Cətil İslam və Müslimin Ustad Məhəmməd Baqir Sayvərdir. Bildiyim qədərilə bugün verilişə çoxlu suallar ünvanlanıb. Həmişə olduğu kimi biz əvvəl çalışırıq, səsli suallara qulaq asaq və hörmətli tamaşaçıların suallarını cavablandıraq. Ondan sonra yazılı suallarımıza keçəcək. Bəli, gəlin ilk öncə səsli suallardan birinə qulaq asaq. Buyurun, eşidirik. Azər müəllim, salam. Aleykümsalam. Hörmətli şeyxi də salamlayıram. Azər müəllim, istəyirəm hörmətli şeyxə bir dənə sual verəm. Sözün düzü, bugün YouTube'da Şeyx Əli Fövzanın bir videosunu gördüm. Orada deyirdi ki, Rəcəb ayında oruç tutmaq qətiyyən olmaz, bidətdir. Rəcəb ayı haram aylardandır. Ona görə də oruç tutmaq qadağandır. Bizim hörmətli şeyx bu barədə nə deyə bilərdi? Çox sağ olun, Allah sizdən razı olsun. Təşəkkürlər, var olun həmişə.
Ustadın cavabını eşidək ki, bir alimin sözünə qulaq asıb ki, Rəcəb ayı haram aylardandır. Necə haram aylar? Haram ay ayrı mənayədir da. İndi bu bir də qulaq assın. Görsün necə özür deyir, səhvidir. Haram ayın mənası bu ola ki, oruç tutmaq haramdır, o deyil. Haram ay budur ki, müharibə haramdır. Cihad haramdır. Yəni o ayda müharibə eləmək haramdır. Məgər düşmən o ayda müharibə edir. Da o belə deyil ki, düşmən müharibə edir, insan da əlin bağlayır ki, hamını öldürür. Yox, müdafiə eybi yoxdur. Amma cihad ola bu haram aylardır. Bu bir məsələ. Pəs haram ayın mənası döyüşə aiddir. Oruca aid deyil. İndi deyib əgər haram aydır, bundan nəticə alasan ki, oruc haramdır, yox. Amma açıqcasına bir şəxsi deyək ki, haram ayın mənası budur ki, oruc olmaz. Bu heç məzhəbdə bir cür bir şey yoxdur. Tamamı məzhəblərdə, istər əhl-i sünnət, istər şiə, 12 imam məzhəbində hamısında o Rəcəb ayında oruç tutmaq savabı daha çoxdur, Şəbanda daha çoxdur, müstəhəbbidir, müəkkəddir, təkidlidir və əslən tamam müsəlmanlar dünyada bu ayları oruç tutarlar. Vəhhabilər də Hamı oruç tutar. İndi o bilmirəm o haram ayı nə cür nəticə alır. Çox gözəl usta, təşəkkürlər. Bəli, növbəti ikinci səsə də qulaq asaq, buyurun. Salam aleykum, hər vaxtınız xeyirli olsun. Sizlər və hörmətli ustadı salamlayıram. Allah sizdən razı olsun. Sualım belə, ustada iki sualım olacaq. Birincisi belədir. Xanım Fatimə-i Zəhra salamullah aleyhaya istiğasə namazı qılmağın hökmü nədir? Fatihə surəsi 5-ci ayədə yalnız Allaha ibadət etmək və ondan kömək diləmək buyurulur. Zəriyyət surəsi 56-cı ayədə isə mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım deyə buyurulur. Xanım Fatimə Zəhra salamullah aleyhaya istiğasə namazı qılmaq nə qədər doğrudur? Zəhmət olmasa hörmətli ustad sualımı ətraf şəkildə cavablandırardı. Təşəkkürlər. İkinci sualım isə belədir. İslam'a görə nəfsi öldürmək mi daha doğrudur, yoxsa tərbiyələndirmək mi doğrudur? Yəni öldürmək mi lazımdır, yoxsa tərbiyələndirmək mi lazımdır? Zəhmət olmasa hörmətli sualımı cavablandırardı. Allah razı olsun, təşəkkürlər. Xanım Zəhra salamullah aleyhaya istiğasə namazı nə həddədir? İstiğasə bir növ vəsilə qərar verməkdir. Təvəssülün bir modelidir. Növüdür. Növüdür. Yəni bir təvəssül var. Məsələn, təvəssəltu iləykum əntum vəsiləti, belə bir zatlar var. Bir də insan elə haman modeli istiğasədədir. Deyir, məsələn, mən sənə pənah aparam, mənə kömək elə. İndi insanın köməyi başqa insana, məsələn, günahda olsa Allahdan istiğfar istəyər. Dua eləyər. Əgər haqqı şəfaət olsa şəfaətçi olar. İstiğasə bir modeli nədir? Təvəssüldür. Pəs təvəssülün nə mənə sübutları var, o ilə istiğasəyə də aiddir. Bir dəfə yəni əlvi qaldırsan, dua edirsən, bir dəfə hərəkətlə namaz qılırsan. Bəli. O oxuduğu ayə nə? Bəli. Oxuduğu 2 dənə də ayə oxudu ki, biri Həmd surəsində İyyəkə nə'budu. O bursu ayəsi. Bəli, yəni Ma xaləqtul cennə vəl insi illə liyəbudun. Bir budur ki, mən belə başa düşdüm ki, bu istəyir desin ki, niyə Allahdan kömək eləyək, ancaq İyyəkə nə'bud və İyyəkə nəstəin. Allahdan kömək almağın mənası nədir? Bu necə bir təkcə səndən kömək arıq. Bir dənə də ayə var Quranda. İstəinu bis səbri və səlat. Siz səbirdən də kömək alın, Allahdan da kömək alın. Bəs nə cür oldu? Təkcə Allahdan kömək aradıq. İyyəkə nə'budu və İyyəkə nəstəinən istəinu bis səbri və səlat nə cür uyğunlaşır? Orada deyəm, ancaq səndən kömək aram. Burada Allah özü deyir ki, səbridən kömək alın, namazdan kömək alın. Pəs bu ki, ancaq Allahdan kömək aram, mənası budur ki, Allah deyən kimin uslubda mən gedirəm və kömək aram. Bəli, tamam elə olur. Belə bir ayrı misal deyim də. Allaha deyir ki, ancaq sənə itaat edirəm. Sonra Allah deyir ki, Adəmə səcdə elə. İndi mən Adəmə səcdə eləsəm, Allahın itaətindən çıxmışam ya itaətinə girmişəm. Allahın itaətinə girmişəm. Əslən, Adəmə səcdə eləməsəm, Allahın itaətindən çıxmışam. Çünki dəsturu kim veribdir? Allah veribdir. Pəs,
ancaq Allahdan kömək almalıyam, yəni Allahın dəsturu ilə mən yaşamalıyam. Kömək almaqda da Allahın dəsturu ilə. Allah əgər mənə deyir, səbridən kömək al, bəli, səbridən. Amma deyir ki, bu butların heç bir təsiri yoxdur. Pəs butları qoy kənara. Butların dəyəri yoxdur, çünki Allah-u Teala buyurur, Mahiyyə illə əsmaun səmməytumuha antum. Siz bu adları qoymuşsunuz onlara, onlar nə Rəbbidirlər, nə bizzatdır. Pəs onlara qoyun kənara. Amma gəlir insanı kamildə deyir, mələklərə ki, Adəmə səzdə deyir. Demir, Adəm Rəbbidir deyir, vəli ona səzdə deyir. Təşəkkürlər usta. İkinci sualı da bu idi ki, İslam dinində nəfsi tərbiyə etmək gəlib, yoxsa öldürmək? Nəfsi kontrol eləmə gəlibdir. Tərbiyə bir umumi sözdür. Mümkündür tərbiyə bir nəfər mənə eləyə öldürməyə. Amma tərbiyənin İslamda uslubu nədir? İslah eləmək gəlib. Kontrol eləmək. Çünki bu hissiyyat ki Allah insana veribdir. Bu hissiyyat bəşərə lazımdır. Onda Allahın xilqəti əslən sual altına gedər. Allah niyə insana nəfsi verib? Niyə şəhvət verib? Niyə qəzəb veribdir? Niyə bu cür hissiyyat verib? Hamısı bəşərə lazımdır. Amma bunlar həddən çıxsa toğyan olar və bəşər çaşar. İslah ehtiyacı var. Pəs bu hissiyyat barəsində, tərbiyyət barəsində nizarət və kontroldur. Və bunların sərhədlərini qorumaqdır. Hər birisinin sərhəddini qorusun, o ilə İslam tərbiyəsidir. Çox gözəl, aydındır. Bəli, növbəti üçüncü səsə də qulaq asaq. Selamun aleyküm və rəhmətullah. Hörmətli ağadan soruşmaq istəyirdik. Ağa, pozulmuş bir neçə anda görə neçə kəffarə lazımdır və o kəffarələr nədən ibarətdir? Allah razı olsun. Təşəkkürlər. Sualım mən... Pozulmuş neçə dənə and var? Hə, insan andını... Andını pozub, bəli. Neçə dənə anddır? Andını hər anda görə 10 gün oruç tutmalıdır. Hər and ki, insan andını bozur, yəni and içir, mən məsələn filan iş görməməliyəm, görür, yəni filan iş görməliyəm, görmür, and içir, məsələn mən bundan bu yana gecə namazı qılacağım cüməcələr, ya and içir, mən bundan bu yana belənci bir hərəkət eləməyəcəm, bir mənfi bir hərəkət mən də eləməyəcəm, söyüş deməyəcəm, and içir. Bu andın pozanda kəffarəsi 10 gün oruç tutmaqdır, ya 10 nəfərə itam eləməkdir. 10 nəfərə itam, ya 10 fəqiri doydurmaq. Bəli. Deyirlər, əgər bunları eləyə bilməsə, 3 gün dalbadal oruç tutacaq. Çox gözəl ustad, aydındır. Bəli, əgər səs varsa, qulaq asaq yenə. Selamun aleyküm, vaxtınız xeyirli olsun. Azər müəllim, bizə vaxt məhdudiyyət tətbiq edib, siz sualınız çalışın bir dəqiqədən artıq olmasın. Ona görə məcburuq biraz tez-tez danışaq. Ağadan və tamaşaçılardan üzr istəyirik. Sualım bundan ibarətdir ki, Qur'an-ı Kərimdə belə bir ayə var ki, cənnət sakinləri, cənnət nemətlərinə qərq olduqları bir vaxtda başları üzərində bir nur yaranar və insanlar da nura baxarlar və qərq olduqları cənnət nemətləri unudarlar və Allah onlardan kəlmə kəsər, Allah onlara salam göndərər. Sualım bundan ibarətdir ki, bu unutqanlıq nədən ibarətdir? Yəni cənnətdə olanı unutmağın mənası nə olan şeydir? Yəni bu dünya qanunlarına uyğun bir qanun da yəni o dünyada mövcuddur ki, yəni ki mümkündür ki, insan cənnətdə olmuş olsa belə onun qəlbində maddi nemətlərin izi, tozu ola və Allah ondan kəlmə kəsə. Yəni gərək ki, o maddi nemətlərin cənnətdə olmuş olsa belə insanın qəlbindən, ruhundan o maddi nemətlərin o izi, tozu silinə və Allah özü onlardan kəlmə kəsə. Yoxsa bu adi elementarlı bir işdir ki, birinci dərəcəli feyz ortaya çıxır, yəni Allah insanlardan kəlmə kəsməyə başlayır və insanlar aydın məsələdir ki, bu boyda feyzin qabağında ikinci dərəcəli nimətləri unudurlar. Elə sualım da bundan ibarətdir ki, unutqanlıq barəsində izah verərdiniz ki, danışardınız və cənnət nimətləri haqqında, cənnət nimətləri neçə sinifə bölmək olar? Onları maddi və mənəvi nimətlərə bölmək olar, yoxsa yox? Maddi nimətlər çoxluq təşkil edir cənnət sakinləri üçün, ya mənəvi nimətlər çoxluq təşkil edir? Allah sizdən razı olsun. Aydındır, təşəkkürlər. Əvvələn, Qurandan belə çıxır ki, həm cənnətdə mənəvi nemət var, həm maddi. Quran özü maddi nemətləri bir misal vurur. Bağlar var, çaylar var, dələr var. Mənəvi nemətlərdə misal var. Rezvanullah Əkbər, mələklərin səlamı var, mələklərin müsbət qarşılamağı var. Bunlar möminlərin bir-birlərindən əl-asrar-ı mütəqabilin qarşılıqlı oturub məhəbbətli danışıqları var. Bunlar hamısı mənəvi nemətlərdir, o maddi nemətlər. Son mənəviyyət maddədən sərhəddi
genişdir. Ona görə həttəmən mənəvi nemətlər maddi nemətlərdən çoxdur. Çoxdur. Bəli. Yəni maddə məhdud aləmdir, sərhəddli aləmdir, mənə aləmi sərhədsiz aləmdir. Ona görə bu ikinci sualda ki, maddi nemət çoxdur ya mənəvi, mənəvi nemət daha çoxdur. Amma qəflət sözü cənnətdə qeydir insanın dərəcəsinə dünyada. Bəzi insanlar tamamı dinin nüktələrinə diqqətləri var. Müstəhəbbatına da, vacibatına da, hamısına diqqətləri var. Dərəcələri yuxarıdır, heç nə qəflətə düşməzlər. Qəflət həmişə günah mənasında deyil. Bəzən insan yuxarı aləmdə də mümkündür qəflətə düşə. Məsələn, vacibatı qıla, müstəhəbbatı qılmaya. Bir sahəyə daha çox əhəmiyyət verə, bir sahəyə az əhəmiyyət verə. Günaha düşməyə, məsələn, ibadətə çox əhəmiyyət verə, mərifətə az əhəmiyyət verə. Eyni halda ki, o mərifəti ki, vacibi qədərdir, yerinə yetirə. O aləmdə insan, bu aləmin batinidir. Burada nə forma insan yaşayıbdır, nələr diqqətini çox cəlb eləyibdir, o birisindən biraz diqqəti azalıbdır. Axirətdə də insanlar o forma yaşayacaqlar, cənnətdə də olsalar. Ona görə bir sürü insanlar var, heç nədən qəflətləri yoxdur. Adına deyərlər, Kavn-ı Cami edilər. Kavn-ı Cami, yəni hər tərəfli şəxsiyyətdirlər. Hər tərəf, həm elə maddi cəhətləri də var, mənəvi cəhətləri də var. Elmi cəhətləri var, ruhi cəhət, əxlaqi cəhətlər. Hamısını bir yerdə əhatə edə bilərlər. Misli Rəsul-i Əkrəm kimin, Peyğəmbər-i Əzəm kimin ki, hamısını bir yerdə əhatə edə bilər. Kavn-ı Əzəmdir. Amma bir sürü insanlar var, yox, bir tərəflilər. O birisi tərəflər günah deyir, amma bir sahələrini çox Ancaq vacibatı yerinə gətirib genişləndiriblər. Bunlar o birisi dünyada da elə bu bir növ əksi tapacaq özü. Qəflət bu məniyadır. Qəflət. Təşəkkürlər, bəli. Səs varmı yenə? Bəli, təşəkkürlər. Ustad, yazılı suallardan da oxuyaq. Hörmətli tamaşaçı soruşur ki, hər vaxtınız xeyirli olsun. Sizləri və vilayəti və əməkdaşlarını və hörmətli ustadı salamlayıram. Sual belədir ki, zəhmət olmasa Bəqərə surəsinin 26-cı ayəsini izah edərdiniz. Bu ayəni necə anlamalıyıq? Hörmətli ustad sualı cavablandırardı. İnnəllaha la yestəhyi ən yədribə məsələn ma bə'uzətən fəma fəvqəha. Fəəmməl-ləzīnə āmənū fəyə'ləmūnə ənəhul həq. Bu ayə. 26-cı səhvə. Allah-u Teala burada siz desin ki, bəzi insanlar var, bəzən insan özünü biraz itirər, deyər bə, xırdalıqlar buna yaraşmır. Xırdalıqlar nə eybi tapmaq daha, xırdalıqlar mənəviyyət aləmində, məsələn, biləsinə desələr ki, sən bir dana bizə bir sətir söz yaz, mümkündür yazmaya. Amma deyələr bir daha kitab yaz, mümkündür qəbul ediyə. Təmtəraqlı bir şeyi mümkündür qəbul ediyə, möhtəşəm bir şeyi qəbul ediyə, amma sadə bir zadı qəbul eləməyə. Biləsinə, məsələn, biz öz sahəmizə misal bura. Desələr ki, məsələn, bu 2 nəfərə söhbət elə, bu 5 nəfərə söhbət elə, qəbul eləməyə. Desələr ki, bu da geniş bir məclisdə danış, mümkündür qəbul ediyə. Qeydə bunun maraq dairəsinə bəzən, o iman məsələsinə qeydmiyə. Allah-u Teala deyir ki, məsəldə də bəzi insanlar var, deyirlər, fəlsəfi fəqət terminlər işlətsələr, o olar. Deyir, mən öcür deyərəm, mən hamı üçün istəyirəm danışım. Çünki hamı üçün istəyirəm danışım, hikmət sözlə danışaram, o hikməti misalda vururam. Mən uşaqlara da danışaram, böyüklərə də danışaram. Balaca cəmədə danışaram, böyük cəmədə danışaram. Alimə də, qeyri-alimə. Bu, ona görə burada deyir ki, Allah utanmır, həya eləmir ki, ağaca qanatı məsəl vursun, ya ondan balacəni. Fəma fovqaha, yəni ondan, balacalıqda ondan yuxarını. Ağaca qanatdan da yuxarını. Çünki məsəl buna xatirdir ki, söz aydın olsun. Allah-u Teala bəşərə söz aydın eləməkdə bu cür zatlara sərhəddi yoxdur ki, mən gərək terminləri, fəlsəfi terminləri olar, hamısı bir cür formada olar. Bir daha istəyirəm bu ayənin bir mesajını deyim də. İstəyir desin ki, insan vaxtı yuxarılaşsa, gərək sadələşə də. Mürəkkəbləşdirməyə həyatı. Allah-u Teala buyurur, mən də üzrəm.
Mən insanlarla danışanda, məsəllə də danışaram, aydınlaşdırıram biləsinə. Çox gözəl. Ustad, şans oyunları, loteriya, poz qazan oynamaq zad olarmı? Loteriya. Yox, loteriya zat üçün qumar formasıdır da. Yəni sən pul verirsən, bu pulların bəzi insanlara qeydir, mümkündür udanlara biraz verirlər. Bu loteriyanı təşkil edənlər biraz özlərinə götürürlər, bu olur qumar. Çox gözəl. Ustad, bəzi məntəqələrdə görsən, bəzi insanlar xəstədir, əlində resept qalır, ya nüsxə qalır. Belə olduğu halda bəzi, məsələn, ölkələrə, məsələn, Fələstin yazıb, kömək etdiyimiz düzgündürmü? Bir də belə bir şey eşitmişik ki, bir il bütün kömək və sədəqə Fələstinə getməlidir. Bu doğrudurmu? İmkanı olan, imkanı olmayan şərait bu. Bəli, bəzən bizləri dini xidmətlərdən səhv şübhələrlə uzaqlaşdırarlar. Mən bunlar hələ bunu bir genişləndirim. Görsən, birisi geçsin həccə, düzdür, gərək sağlam həccə gedək, düz həccə gedək, Allahın beytini ziyarətə xalis niyyətlə gedək. Görsən, gəlir, deyir ki, əvəzən ki, həccə gelsən, vacibi yerinə etsin, get fuqaraya ver də, bu pulu. Əsən, dünyada müsəlmanların içində, onlar ki, dindarlıqları həqiqidə, onlar fuqaraya yetişərlər. Həqiqi dindarlar yəni. Həqiqi, yəni o üzərində, öhdəsində var ki, Allah-u Teala buyurur, sədəqədə ver, sədəqənin bir bələm xeyri vardır, həyatında zəkat vardır, fəqirin haqqı vardır. Ona görə biz bunları üst-üstə, üzbə-üz getmamız düz deyil. Bunlar eninə bir şeylərdir. Necə edə bilərsən, eləməyə də bilərsən. Sən kənarındakı yoxsul var, ona da ver. Bəli. O birisi də mümkündür kənarında öcür yoxsul yoxdur, Filistinə verir. Onlar da bir məzlumdular, bir 70 ildir gərgin vəziyyətdə zülm olunmuş halda yaşayırlar. Ona görə bu iki bunları üzbə-üz qoyasan, bu düz məntiqdir. Və əlində resept olanı da yaxşıdır, köməklik eləyəsən. Bəli də, indi ona da köməklik elə buna. Bunlar üzbəyiz qoymaq bir ayrı məsələ ortadan çıxartmaq. Çox gözəl, ustad. Möminlərin Zinəti kitabında keçən bir hədisdə İmam Musa əleyhissalam belə buyurur ki, bu 4 şey şeytanın xüsusiyyətlərindəndir. Gül yemək, gülü əl ilə xırda-xırda etmək, dırnaqları dişi ilə tutmaq və saqqalı çeynəmək. Sualım belədir, bu hədisi necə anlamalıyıq? Hörmətli ustad bizə izah edərdi. Bəzən şeytan sözü və bizim dini qaynaqlarımızda bundan genişdir ki, insanın cəhənnəmə yandırsın. Vəsvəsə bəzən bir ayrı model olar. İnsanı behdaşdına, yəni sağlam yaşayışına əleyhin olar. Bunlar hamısı insanın sağlam yaşayışının əleyhinədir. Bu hədis. Yəni bu insan saqqalını məsələn nə deyir? Saqqalı çeynəmək. Çeynəmək yaxud dırnağını. Dırnağı dişini. Bunlar hamısı zərəri var insana axı. Həm dırnağa zərəri var, həm ağza zərəri var. Amma halbuki başqa hədislər var ki, onlar deyir dırnağınızı tutun, nə bilim. Tutun. Bunlar yəni istəyirsin ki, mikrob yeridir, mikrobları ağza neynəməzdə deyirlər. O zaman bu elmi bir inkişaf yox idi ki, bu terminlər gəlsin, tibb terminlərindən yerləşsin. Ona görə şeytan kəlməsi dini qaynaqlarda təkcə günaha yönəldən bir kəlmə deyil. Mikrob kəlməsidir. Mikroba yönəldən bir kəlmədir də. Çox gözəl. Yəni deməsidir ki, burada mümkündür şeytandan məqsəd mikrob olsun, kişinin sağlamlığıdır. Deməli, Vəsail-i Şiə kitabında... Yox, mümkün də şeytan da ola, bəli, şeytan vəzifə dairəsi fəqət bu deyək ki, insanı günaha salsın. Vəzifə dairələrindən biri də budur ki, insan elə nə olsun, sağlamlığı da dəysin bir-birinə. Vəsail-i Şiə kitabında keçən bir hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, hər kim ay əqrəb bürcündə olduqda səfərə çıxsa və ya evlənsə xeyir görməz. Sual belədir ki, bu hədisi necə anlamalıyıq? Nə üçün belə buyurulub? Hörmətli usta cavablandırardı, zəhmət olmasın. Hər halda dünyadakı aləmdə hadisələrin bir-birinin əlaqəsi var da. Amma bu için xeyir görməz, bu elə bir deyirik ki, bir ot yandırıbdılar, sən orada əli vursun, yanasan. O da mənəvi bir zatdır. Bu maddi də ot, o da burc
daha səfərə çıxmaq, xeyir görməsən, o da mənəvi cəhətdir. Amma sədəqə verməklə səfərə insan çıxa bilər, eləyə bilər bunun təsiri neynəsin? Necə ota su vurmanı söndürmək olar, bu da onun tayıdır. Bir ustad irşad edir, insana elə bil tövsiyə eləyirdi. Amma biri həmin bu ayda da evlənsə, mümkündür heç nə də olmasın ustad. Evlənsə də, baxın, burada siz desin ki, sən əgər şəraitin var ki, bu borc əqrəbdə olmasın, ayrı yerdə olsun. İnsan elə bir gedir, bir dənə salon tutur toyuna, deyir, bugün yoxdur, deyir, olsun sabah. Bu nə işgalı var, insan əqdini bir gün sonra qoyar. Çünki hadisələr bir-birlərlə əlaqəlidir də. Bəzi şəriət hökmlərində tam biz elə fəlsəfəsini bilmirik. Yəni biz 100% da deyənmərik bu borcu əqrəbin insanın həyatına məsələsi nədir? Eyni halda vacibi bir məsələ deyil. Belə deyil ki, insan bu işi görsə günah elədir. Təşəkkürlər. Bir zəhmət olmasa deyərdiniz, iftar azan bitdikdən sonra mı açılmalıdır? Yox, əgər əzan doğru verilir, yəni düz elə əzan vaxtında elə Allah Əkbərin Allahın deyildi, insan eləyə bilər iftar eləsin. Amma əzan gərək doğru vaxtında ola. Təşəkkürlər. Ustaz, Zuhruf surəsinin 34, 33, 34, 35 ayələrini açıqlayardı hörməti. Ustad, hörmətli tamaşaçı yazır, vələvla ən yəkunən nəsə ümmətən vahidətən ləcəənlə limən yəkfur. Bəli, burada siz desin ki, bəzən bizlər dünyadakı dəyərləri çaşarıq, qiymət verək. Dünyanın da qiyməti var. Bəli. Dünyadakı maddi neymətlərin də qiyməti var. Mənəvi neymətlərin də qiyməti var. Elmində qiyməti var, imanında qiyməti var, səbrində, yəqinində qiyməti var. Bəzən insan bunları qarışdırar. Bəli. O qiymət ki verər həyatında dünya malıdır. Deyərbət dünya malı hamıdan qiymətlidir. Hətta Quran buyurur ki, dünya malını o qədər qiymətli bilər ki, yəhsəbu ənəhu əxlədə. Yəni deyəbə bu dünya malı həmişə lıq saxlayacaq bilərsin. Əbədi saxlayacaq. Yaxşı. Allah-u Teala bu ayədə istəsin ki, əgər iman zəiflər olmasaydı, zəif imanlılar, mən kafiri maddi neymətlərin həyatında o qədər verərdim ki, qızılı olardı, hər nəy olardı. Çünki o maddi neymətlər müqabilində mənəvi neymətlərin, müqabilində yuxarı aləmin rezqində heç nədir. Bəli. Elə bilsən, bir uşağa oyuncaq vermirsən, oyuncaq maşının müqabilində heç nədir. Oyuncaq orada ondan, çünki o uşaq da elə bu oyuncaqla razıdır. Biraz böyüsə oyuncaqla razı deyil. Deyir, əgər mən hami insanları kim iman gətiriblər, mömin olublar, həddi buluqdan yuxarıya çəksəydilər iman baxımından, elə oyuncaqlara verərdim bunlara. Amma çün hələ bəziləri iman baxımından öcür deyirlər, mümkündür imandan qeydələr, deyərək Allah onlara nə cür yetişir, bax ora. Allah onlara oyuncaqla yetişir. Çox gözəl usta. Ustad, bir sual var hörmətli tamaşaçının. Bir nəfərin qəza orucu var və bir də niyyət edib bir həftə oruç tutmaq üçün. Həmin bu bir həftə orucu Rəcəb ayında tuta bilərmi? Niyyət edib ta bunun vacibi orucu var, olmaz. Çünki qəza orucu var ki, vacibdir buna. Qəza orucu üçün boynundadır, bu öcür eləyəməz, elə gərək qəza tutar. Haman Rəcəb ayında qəza tutar. Qəza tutar, bəli. Deməli, valideyn yaxın qohumların yanında öz evladını danlayırsa, ondan aqressiv davranırsa, bu günah sayılırmı? Əgər təhqir sayılsa, bəli. Nəsihət ünvanında olsa? Nəsihətdə üslubu var da, insan mümkün təhqir eləyər, nəsihət adı ilə. İnsan gərək diqqət ola ki, nəsihəti yerində eləyə, xeyrxahlıq dili ilə, təhqirli kəlmələri ilə yox, insanın icazəsi yoxdur, başqa şəxsiyyəti təhqir eləsin. Evladı olsa da. Evladı olsa da. Evladı tərbiyə eləmək bəli ata-ananındır, amma tərbiyə ilə təhqirin fərqi var. Tərbiyə ilə tənə vurmağın fərqi var. Bunlar incə-incə nüktələrdir ki, məsələn, hədislərdə vardır ki... Uşaq öz güvənin itirir, öz inamın özünə itirir, əgər belə olursa, mütəmadi olaraq valideyn... Qeyr-əz inamın hər halda mümini təhqir eləmək olmaz. Baxın, bizim hədislərimizdə var, hisslənəndə tərbiyə eləməyin. Çünki hirsizi soğudursunuz, tərbiyə eləmirsiniz.
adətən qonaq qabağında uşaqçı bir iş görür, adam hisslənir. Deyir, abrım apardı, niyə belə elədi, niyə haykü salır. Onda hirslənir, nə uşağı tərbiyə eləmək üçün hirslənir, özünün hirsini soğutmaq üçün hirslənir. Bunlar tərbiyə adı daşımır. Tərbiyənin üslubu vardır. Təşəkkürlər. Ona görə insan riayət etməlidir. Sizə işlərinizdə uğur diləyirəm, bütün verilişlərinizə baxıram, çox faydalı söhbətləriniz olur, dəyərli, möhtərəm, alim qonaqlarınızı həvəslə dinləyirik. Allah sizlərdən razı olsun. Təşəkkür edirəm, hörmətli tamaşaçının təşəkkürü də. Allah sizdən də razı olsun ki, Mərifət Çeşməsi verilişini izləyirsiniz. Sual budur ki, bir qadın həyat yoldaşının izni olmadan özünə aid olan pulla sədəqə verir və ya birinə yardım eləyir, kömək eləyir. Bunun hökmü nədir? Əgər özünün şəxsi malıdır, yəni işləyir, o qazanır, ya irsi yetişib biləsinə, ya bir kəs ona hədiyyə verib, özünün hər halda malıdır. Həyat yoldaşının milki və malı da öləyə bilər, özünün ixtiyarı vardır. Çox gözəl. Deməli, selamun aleyküm və rəhmətullah. Allah alimlərimizi, ustadlarımızı, müsəlmanları amanda saxlasın bütün şərlərdən. Deməli, mən bir dönərxanada xəzinədar işləyirəm və biz bugün bişən əti satıb qurtarmayanda 1-2 gün soyuducuda saxlayıb sonra satırıq. Bu işin günahı varmı? Əgər bu səbəb olur, o ət fasid olsun, yəni zərər verici olsun, onda yox, günahdır. Yəni insana zərər verici xörək yedirtmək başqa insana günahdır. Onda gərək insan o ətləri apara heyvana verər. Nəinki, əgər heyvanı da təhlükəyə salsa, heyvana da verməyə. Mənzər. Yəni baxmalıdır, əgər xarab olmayıb. Xarab olmayıb, olar. Xarab olsa, yox. Bəli, çox gözəl. Deməli, ikinci sualı budur ki, hörmətli tamaşaçının qadına və ərinə, həyat yoldaşına həc qürəsi çıxır, püşk, həc qürəsi çıxır, amma qadının həyat yoldaşı vəfat edir. Vəfat edir. Bəli. Hökmü nədir bunun? Hər halda xanım özü, xanıma da çıxıb da həc. Bəli. Hökmün, yəni nədir, hökmü budur ki, gedər də. Onun bir sualı bilmirəm nədir bu, hökmü nədir, yəni mənə? Bəli, yəni bu vaxtda qadın həyat yoldaşının yerinə həcc əməllərini eləsə olarmı? O İkisinə də püş çıxır. Olmaz. Həcci, hər il həcci bir nəfər yerinə yetirmək olar. Bir həccidə 2 nəfər vacibətçi olsa gərək bir nəfərin yerinə yetirirsən. Məgər müstəhəbbətçi gedəsən. Müstəhəbbətçi də adam eləyə bilər. Mən bu müstəhəbbətçi yerinə yetirirəm bu 5 nəfərin əvəzinə. Savabı yetsin bu 5 nəfər. Amma vacibə həcci olsa gərək deyə öz həcci. Zaman yoxdur ayrı adama. Yəni ömrə ola bilər insan həyat yoldaşına tavaf eləsin ya ömrə eləsin. Həcc əməli o qədərdir ki, zamana yerləşməz də. Ustad, vacibi həcci birinci insan gərək özü getməlidir də, başqasının yerinə gedə bilməz. Əgər imkansız olsa gedə bilər. Yəni bir nəfər imkansızdır, biləsinə deyirlər ki, sən niyabət ol, naib ol, başqasına ged, özü müstəti edək. Onda eləyə bilər. Amma əgər müstəti edir, yox, başqasına gedə bilməz. Başqasına gedə bilməz. Bir də ayrıca qadına həcc fərz deyil, yəni farz deyil, vacib deyil, amma qadının özünə aid olan pulu var. Qadın üzərinə öz pulu olan yerdə həcc vacib olurmu? Bəli, adətən xanımlar üçün məhriyələri vardır. Yəni, o məhriyə bəzən elə həccin gedib gəlmə pulu qədər olsa buna vacib olar. Çünki xanımı idarə eləyən kişidir. Yəni, kişi də onun nəfəqəsini verir və idarə eləyir. Ona görə bir xanımın əgər gedib gəlmə pulu olsa, öz pulu olsa, biləsinə həcc vacib olar. Təşəkkürlər. Bəli, səsli sualımız var. Gəlin, qulaq asa birlikdə. Selamun aleyküm, axşamınız xeyirli olsun, Allah hər birinizdən razı olsun. 2 sualım var. Birinci sualım budur ki, Allah Fəth surəsinin 2-ci ayəsində Peyğəmbərə buyurur ki, sənə olan neymətimi tamam kəmal edəcəyəm. Bu ayədəki neymətdən məqsəd Əhl-i Beytin vilayətidir, yoxsa Məkkənin fəthi. İkinci sualım budur ki, yenə də Fəth surəsinin 29-cu ayəsində ayənin əvvəlində möminlərin əlamətlərindən danışırlar və ayənin əvvəlində möminlərin Tövratda olan vəsfini qeyd edir. Dalınca möminlərin İncildə olan vəsfini qeyd edir. Zəhmət olmasa bu İncildə olan vəsfləri haqqında bir qədər açıqlama verəsiniz. Daha sadə dillə
asan, bizim başa düşəcəyimiz tərzdə izah verərsiniz, zəhmət olmasa. Bəli, aydındır, təşəkkürlər. Cavabı eşidən Həcc surəsidir, ikisi də. Birinci, ikinci. Həcc yox, Fəth surəsi. Həcc surəsi. Hə. Əvvəl dedi Həcc, vəli bu ayələr ki dedi Fəth surəsindədir. Həcc surəsinin 2-ci ayəsi və 29 Bəli. səhv eləmirəmsə. Fəthin 2-ci ayəsi, əvvələn Fəth surəsinin ilə vilayət şəbəkəsində Ramazan ayında təfsirin Təfsirini 31 cələsədə demişik. Aha, Həcc Yəni surəsi. eləyə bilər Fəth surəsini bir ayəsinin hamısının təfsirinə baxsın. Ramazan ayında. Geçən Ramazanda bu deyilibdir. Elə vursa bu Fəth surəsi araşdırırsa gələr bu bizim bu Ramazanda deyilib. İkinci nöqtə budur ki, bu ayədə ki buyurur neməti tamamlayaq. Elə hər ikisidir. Fəth Məkkədə vilayət daha böyüdür. Vilayətdən məqsəd fəqət Əmirül-Mömininin vilayəti deyil. Vilayətdən məqsəd Allahın ovliyalarının vilayətinin aşkar olmağıdır. Peyğəmbər də vəliyullahdır. Fəqət Əmirül-Möminin vəliyullah deyil. İnnəmə vəliyyukumullah və rəsuluh. Ona görə vilayətin tamamlanması bunun təzaddı yoxdur Fəth Məkkə ilə. Fəth Məkkədə Allah öz vilayətini ovliyaları ilə bir yerdə aşkar elədi, üzə çıxartdı, qələbə gətirdi və Allah vilayəti yer üzündə hakim oldu. Dünənəcən Allah vilayəti dəydi Məkkədə, bugün Allah vilayəti oldu. Fəth Məkkə səbəb oldular, girsinlər Allah vilayətinin içinə. Bu bir məna. Genişin də inşallah o Fəth təfsirdə baxarlar. Amma bu ayə ki, Allahın məsəlidir, Allah-u Teala buyurur, Tevratda məsəli budur, İncildə məsələ budur. Baxın, insan həm ictimai bir varlıqdır, həm şəxsi, fərdi varlıqdır. Tevratdakı məsələ fərdidir. İnsan ibadətində nə cür olmalıdır? Deyir, ibadətində bir nə olmalıdır ki, səcdə əsəri görsənsin. Alnında bu mənayda ya, qərəlik görsənsin. Səcdə əsəri, yəni bu təvazukarlıq elə səcdə əsəridir. Yəni fəqət alnın qəralmağı deyil. İnsan başqa insanlara təvazukar ola, bu elə əsəri səcdə və Allahdır. İnsan Allahı səcdə eləsə... Oradakı səcdə məqsəd alnı möhrə qoymaq səcdə mənasına deyil, yoxsa... O mənayədir. Vəli onun əsəri fəqət bu deyil ki, maddi əsər ola. Əsəri səcdə insan həyatında Allah yadında olmaqdır. Səcdə burada elə o səcdədir. Yəni ibadətin o sonuncu nüqtəsi. İbadət bir sözdə qiyam, ruku, səcdə. Səcdə sonuncu nüqtəsidir. Deyir, bunun əsəri görülməlidir. İnsan Allaha bəndə olmağının əsəri həyatında, simasında görülməlidir. Bu, Tevratda bu baxımdan misaldır. İncildə ictimai cəhətdəndir. Deyir, möminlər bir-birlərinə o qədər kömək edirlər ki, əvvəldə biri fidan olar, biri yavaş-yavaş o birisi bunu bino kömək eləyər ki, yetişər fəstəva ələ suqə. Fəstəqləzə, bu möhkəmləşər, öz ayağı üstündə durar. Deyir, insanlar davranışları bir-birlərindən, məsələn, yoxsulla davranışı budur ki, yoxsulu bino eləsin, yavaş-yavaş dursun ayağı üstə. Bir nəfər tələbədir, alim gərək tələbəyə bino tərbiyə eləyər ki, yavaş-yavaş öz ayağı üstündə dura. Yəni, öz alim ola, öz araşdıran ola. Bu, ictimai cəhətdən bir... İnsanların bir-birinə yardım etməsi. Yardım eləməsə bu formada görsəlir. Orada ibadi məsəldir, bu ictimai məsəldir. Çox gözəl usta. Deməli, bəli, səs varmı? Allah salam aleyküm, hər vaxt söylüyorsun dəyərli ustadlar, hər bir salamlayıram. Ustadlar, belə bir sualım var. Rəvayətlərdə var, namaz ki vaxtı daxil oldu, ondan sonra qəza namazlarını qılmaq olmaz. Yəni, bu nə qədər düzgündür? Və yaxud da ki, qəza namazları qılanda o namaz batil olursa, sadəcə məkruhdur. Xahiş edirəm, bu vaxtda bizə məlumat verəsiniz. İltimasla, xudafiz, sağ olun. Sağ olun, Allah razı olsun. Əksinə biraz da bizim fətvalarımızda rivayətlər əsasında budur ki, insan əgər məsələn sübh namazı qəzaya gedibdir, zöhr namazını sizi qılsın, əvvəl sübh namazını qılsın, sonra nəyin qılsın? Əda namazlarını. Bu sübh namazında belənci bir fətva var, amma tamam müştəhidlərin fətvası bu deyir, bu var. Bəs qəza qılmaq
bəzi hər halda vardı. İndi başqa qəzalar, məsələn, insanın bir həftə bundan qabaq qəza namazı vardı. İndi zöhr namazı yetişibdir. Bəli, onda öz vacibisini qılsın. Əvvəl vaxt namaz baş versin, daha o qəza olub gedib də, sonra qəza qılsın. Vacib də deyil. Vacib də deyil. Təşəkkürlər Üstad. Zəhmət olmasa deyərdiniz, uca məqamlara çatmaq üçün insan mərhələ-mərhələ Allaha yaxınlaşmalıdır. Niyə görə soruşuruq? Eşitmişik ki, Türk Rəsul, yəni Qumda ziyarətgahı var, yuxudan sonra hidayət olur və uca məqama çatıb. Deməli, elə olur ki, tez çata bilərik. Baxın, o nadir bir məsələdir. Biz nadir məsələlərlə uslubi, o dosturu çaşmamalıyıq. Əxlaqi və tərbiyəvi və mənəvi bir dosturlar vardır ki, insan o dosturlarla Allaha yaxınlaşmalıdır. İlk addımı vacibat və həramlardır. İnsan vacibatı yerinə yetirə, həramlardan çəkilə. İlk addımı budur ki, günahlardan uzaqlaşa, vacibatını da yerinə yetir. Ondan sonra ayrı addımlar gələr qarşısına. Çox gözəl. Deməli, bir valideyn yazıb, uşaqlar dərslərində bacarıqlı deyirlər, biraz zəifdirlər. Mən onları cəzalandırıram ki, bəlkə dərsləri yaxşı olar. Sizcə bir ana olaraq bunu etməyim nə qədər doğrudur? Asılıdır, cəza nə ola da? Cəza bəzən budur ki, insan, məsələn, birinə telefonu ilə məsələn məşğuldur, deyə ki, dərsə bax, sonra telefonu ilə məşğul olur. Bu da cəzadır. Cəza tətbiqi fəqət vurmaq deyil ki, yəni insan eləyə bilər, ayrı model cəzalardan istifadə eləsin. Amma ən gözəli budur ki, insan başa sala. Cəza axırıncı variantıdır. Başa salmaq əvvəl variantıdır. Hədiyyə desin lazım, onu həvəsləndirək. O başa salmaqdır, həvəsləndirməkdir. Axırda mümkündür təsir eləsə də, mümkündür cəzalandıra bilər. Bu, ata-ananın bu haqqı vardır. Amma cəzanın mənası vurmaq deyil hər yerdə. Cəzanın özünə uyğun mənası var. Usta, çoxları olub, məsələn, valideyn cəzalandırıb, evlan, məsələn, özünə zərər vurur. Bəli, məqsədim budur ki, bu bir möminlərdən də mən bir xahişim var. Tərbiyənin bir uslubu vardır, tərbiyənin bir məharəti var. Məharət, yəni insan ona yüyələnə bilər. Yəni, necə sürgülük bir dənə məharətdir, yüyələnə bilər insan. Tərbiyə də cürdür. Ən yaxşı insan bu sahədə o əxlaqi hədislər var, psixoloji hədislər var, onlardan istifadə edir. İnşallah hədiyyə sözü versin, hər şey düzələr. Bir qadın yoldaşına sən mənim hər şeyimsən desə günah olar, yəni onu ilahiləşdirmək kimi yox, sadəcə çox istədiyindən deyil. Əvvələn o qabaqçı buyurun hədiyyə söz versin, yox, həmişə hədiyyə ilə həll olmaz məsələ. Bəzən başa salmasan hədiyyə mümkündür, biləsin, vərdiş elətdirə hədiyyə. Yəni, insanın tərkibli bir tərbiyədir. Bu sual nədir? Bir insan həyat yoldaşına deyə bilər, mən səni çox sevirəm. Əsən müstəhəbdir desin. Yəni, hədislərdə var, bunu din və məhəbbəti çoxaldır. Sən mənim hər şeyimsən, məsələn. Onlar da deyə bilər, yəni bu mənaya ki, həyatımda, bu dünya həyatımda, bu Allahın bəhsi yoxdur, dünya həyatımda. Laf gözəl, aydındır. Təşəkkürlər Ustad, minnətdarlığımızı bildiririk. Əziz tamaşaçılar, bizə ayrılan vaxtın sonuna gəlir.